Halat içinde nur tek görünen, ümit çırağıdır her könüle sen. Şəfa nəfəsindir dərdə bürünən, adınla dirçəlir həyat Tofiq Həkim. Gecələr yuxusuz keçən çağların, bir ömür yazılır ürək dağların. Dualı baxışlar, minnət dolu anların. Xeyirxah əməlin var Tofiq Həkim. Tofiq Həkimin taleyi zamanın sərt sınaqlarından keçmiş. Ağrı ilə bərkiyən, sevgi ilə ucalan, imanla möhkəmlənən bir həyat dastanıdır. Onun ömür yolu təkcə həkimlik fəaliyyəti ilə məhdudlaşmır. Bu yol vətənə bağlılıq, ailə sədaqəti, mənəvi bütövlük, qələm adamı kimi daxili zənginlik və insanlara xidmət amalının vəhdətidir. Sana sevgidir ən böyük niyyət, şərəfli yol gedirsən Tofiq Həkim. Mən İşğaliyyət Tofiq Əlioğlu 7 iyun 1954-cü ildə Zəngilan rayonunun Hacılı Sovetliyin Həkəri stansiyasında dünyaya gəlmişəm. 1961-ci ildə Hacılı kənd orta məktəbinə getmiş, 1971-ci ildə orta məktəbi qurtarmışam. 1973-cü ildə Nərimanov adına Tibb Universitetinə daxil olmuşam və oranı 1979-cu ildə qurtarmışam. 1979-80-cı illərdə indiki Binəqədi rayonunun Milokov xəstəxanasında internatura kursu keçirib 1980-cı ildə təyinatlı Zəngilan rayonunun mərkəzi xəstəxanasına göndərilmiş, oradan Alıbəyli sahə xəstəxanasına baş həkim təyin olunmuşam. 1988-ci ildə xəstəxananın baş həkimi vəzifəsində çalışmışam. Və çalışdığım müddətdə insanların sağlamlığı, onların gələcək həyatı inkişafı, infeksiyaların profilaktikası və uşaq peyvəndlərinin uşaq peyvəndlərinin tam aparılmasını yoluna qoymuşam. Yayılmış bəzi infeksiyon xəstəliklər ki, hansı ki, bizim işlədiyimiz yerdə vardı. Onlardan qarın yatalağı, hepatitlər, botçi xəstəliyi deyildilər o vaxtları. Sonra dizenteriya və qarın yarı xəstəlikləri olmuş və onların diaqnozu qoyulub və lazım olan yerlərdə müalicəsi aparılmışdı. Bu səhifələri vərəqlədikcə bir həqiqət daha aydın görünür. Tofiq İşğaliyev yaşadıkları ilə deyil, yaşatdıkları dəyərlərlə böyük şəxsiyyətdir. Peşəkar fəaliyyətində daim inkişaf yolunu seçib. Azərbaycan Tibb Universitetində aldığı təhsil onun üçün möhkəm bir təməl olub. Uzun illər tibb sahəsində çalışaraq yüzlərlə insanın sağalmasına, onlarla gənc həkimin yetişməsinə töhfə verib. Onun üçün həkimlik
sadəcə peşə deyil, vicdan borcudur. Həmişə bir amalda olub ki, ağ xalat yalnız geyim deyil, məsuliyyətdir. 88-ci ilin avqust ayında Əfəndiyev adına 2 saylı şəhər klinik xəstəxanasında həkimlərin seçimi vardı. Ordinatora qəbulu üçün kurs seçimi vardı. Və mən orada iştirak etmək üçün ərizə vermişəm. Sentyabr ayında o kursdan keçib həmin yeri Əfəndiyev adına 2 saylı şəhər klinik xəstəxanasında ordinatora təyin olunub birinci terapiya şöbəsinə işləmişəm. Birinci terapiya şöbəsində fəaliyyət başladığı müddət ərzində 1993-cü ildə fəaliyyətimlə əlaqədar mən şöbə müdürü seçilmişəm, birinci terapiya şöbənin müdürü. Bildiyimiz kimi Əfəndiyev adına xəstəxana böyük klinik xəstəxana olub, 720 çarpaylı xəstəxana, xəstə qəbul olub, çoxlu şöbələri olub, 2 terapiya şöbəsi, 1 nefroloji şöbəsi, 2 dənə cərrahi şöbəsi, 2 cərrahi şöbə, 2 uşaq cərrahi şöbəsi, 2 dənə uşaq terapiya şöbələri olub, nevrologiya və belə şöbələr fəaliyyət göstərib. 2014-cü ildə şöbənin təmirə bağlanması ilə qədər bizi Sabunçu xəstəxanasına göndərilmiş və orada bir müddət işlədikdən sonra yeni Xətai Tibb Mərkəzi adı ilə adlanan bizim Əfəndiyev adına tibb mərkəzi Xətai Tibb Mərkəzi adlandırıldı və mən orada terapevt kimi fəaliyyətə başladım 2022-ci ildə. 2022-ci ildən 24-cü ilə qədər terapevt işlədim və 24-də öz istəyimlə Memorial Hospitalda fəaliyyətimi davam elətdirdim. Tofiq doktor 2 ildir ki, artıq bizdən çalışır, bizim komandada çalışır. Gəldiyi ilk gündən bura necə gözəl mütəxəssis olduğunu hamı bildi. Bütün həkimlərə yol göstərən, ağsaqqal, həkim olaraq davranır. Ümumiyyətlə kollektivimizin ən sevimlisidir. Çox gözəl ürəyi var, çox gözəl yanaşma tərzi var. İstər pasientlərinə qarşı, istər həkim kollektivinə, bütün əməkdaşlara qarşı. Bir ağsaqqal duruşu var. Bizim hamımız onun xətrini çox istəyirik, çox dəyərlidir bizim üçün. Bütün tədbirlərimizdə həmişə ən başda olandır. Nə yaxşı ki, bizimlədir. 2020-ci ildə COVID-19-un infeksiyası düşməsi ilə qədər 6 ay yarım mən həkim kimi çalışdım. Müharibə başlananda sentyabrda 3 ayda müharibədə yanıqları olmuş xəstəxana yanıq şöbəsi kimi 3 ayda yanıq şöbəsində xəstələrə, hərbiçilərə biz yardım göstərdik. Tofiq doktorla biz ilk tanışdığımız bu xəstəxanaya 2022-ci il iyun ayında gəldiyimdə ilk dəfə oldu. Nə yaxşı ki, biz doktorla bir otağı paylaşdıq. 2 terapevt bu otaqda xəstələri sağaltmaq üçün əlimizdən gələn hər şeyi edirdik. Bununla yanaşı Tofiq doktorun belə deyim, deyirlər ağıl yaşda deyil başladı. Tofiq doktor həm illərin həkimlik təcrübəsi, illərin insanlıq xüsusiyyətləri, bunlar hamısı Tofiq doktorda ən yüksək səviyyədə idi. Tofiq doktorla biz fasillərdə, yəni xəstə baxma arası fasillərimiz olurdu bir yarım saat. Həmişə yəni insan təkcə həkim, yəni həkim təkcə belə deyim, xəstəni müalicə etməməlidir. Həm də həkim xəstəni mənəvi cəhətdən sağaltmağı bacarmalıdır. Bir xəstə bura gələndə dərmansız belə sağalıb getməyi nail olmalısan, yəni. Çünki doktorun bu təcrübəsi 38 il bu xəstəxanada bildiyimə görə çalışmışdı. Yəni artıq çox yüksək səviyyədə birikmiş bir praktika var idi. Gördüyünüz bu yer cərrahi şöbənin binası olub. Demək, birinci, ikinci cərrahi şöbəsi vardı. Elə oldu ki, vəziyyət dəyişildi, hakimiyyət dəyişildi. Xəstələr getdikcə azaldığına görə, Sovet hökuməti dağıldığına görə şöbələr yavaş-yavaş oldu bir şöbə. Bura oldu birinci şöbə, bir dənə ümumi cərrahi şöbə. Buranı elədilər mərkəzin, Xətai Tibb Mərkəzinin qəbul şöbəsi və orada da terapiya şöbəsi. Mən bura təxminən 2022-ci ildə gəldim. 4 il burada işlədim. Xəstəxananın bu cərrahi şöbə korpusu çox böyük tarixçəsi var. Böyük daha akademik Topçubaşı burada işləyib, İbrahim Topçubaşı oğlu burada işləyib. Sonra bura təmirə gedəndə buranın müvəqqəti
uşaq cərrah şöbəsi elədilər. Əfəndiyev adına Xətai Tibb Mərkəzi yaradıldı və onun nəzdində belə birinci mərtəbəni poliklinika şöbəsi elədilər. Və mən də o vaxtları terapiya şöbəsinin müdiri işləyirdim və bu şöbə bağlandığına görə, fəaliyyəti dayandığına görə məni bura terapi kimi təyin edədilər və burada işlədim. Xəstələr burada həqiqətən çox olurdu, öhdəsinə gəlmək olmurdu. Xəstələr bizdən çox şey tələb edirlər. Biz onları yola veririk, qəbul edirik, müalicə yazırıq, dedikləri müayinələri eləyirik. Biz neçə illər klinikada işlədiyimiz və olduğumuz təcrübələr, mənim özümün kənddə bir 8 il işləmişəm, aldığım təcrübələr burada mənə yetərli olurdu. Biz xəstə sözünü deyəndə o ki, diaqnozun əvvələn görürük ki, nə istiqamətdə biz getməliyik. Təbabət belədir. Sözlə alırsan, diaqnozu yönəldirsən ki, haranı mən yoxlamalıyam. Bunun haradan çatışmamazlığı var. Hansı yerlərində xəstəliyi ola bilər və mən o istiqamətdə hərəkət edeyim və onu müayinə edeyim. Və bunun əsasında biz xəstələri bax belə müalicə edirdik, yoxlayırdıq, narazılıq olmurdu. Əsas çalışırdı ki, narazılıq olmaz. Ancaq xəstə sayı həddən artıq çox olduğuna görə bazı çətinliklərimiz çox olurdu. Ancaq ona baxmayaraq mən 2024-də ki, yubileyimlə qədər ki, buradan çıxdım, təşəkkür edirəm buranın xəstəxananın müdiriyyətinə. Birinci başda Ayməniz xanım olmaq şərti ilə 36 il mən burada işləməyimə baxmayaraq, bu qısa müddət ərzində ki, mən Xətai Tibb Mərkəzinin poliklinika şöbəsində işlədim və əlimdən gələni ki, xəstələr üçün əsirgəmədim və bu mənim üçün böyük meyardır, böyük təcrübədir, böyük praktikadır. Biz bir-birimizə həm praktik cəhətdən, həm də deyək ki, mənəvi cəhətdən doktorla bir tam şəkildə özümü çox belə işə gələndə rahat hiss edirdim ki, çünki dünya görmüş bir insanla otağı paylaşırdım. Burada belə deyim, xəstələrdən gələn gərginliyin özünüz bilirsiniz, həkimlik çətin bir peşədir. Yəni hər türlü xəstə gəlir. Bu gərginliyi biz apardığımız söhbətlərlə yox edirdik. Yəni o böyüklüyünü göstərirdi. Mən hirslənəndə deyirdim, Çınarə hirslənmək lazım deyil. Xəstələrlə yəni çox xəstə görəcəksən, emosionallığı biraz azalt. Yəni sağ olsun, yəni xətrini çox istəyirəm. Çox üzülürəm ki, yəni ayrılıb bizdən, amma həmişə danışıram mən. Tofiq doktorun qəşəng radiosu da var idi. Məni elə gətirmişdi ki, o radio altında biz artıq müalicəmizi radio altında yazırıq. Yəni xəstəni həm sözlə, həm musiqi ilə, həm də dərmanla müalicə etmək. Yəni mən özüm uzmanam, Türkiyədə qurtarmışam. Yəni uzmanlığın qatdığı çox şey var. Bir də Tofiq doktordan da yəni mənəvi cəhətdən də, insanlıq cəhətdən də çox gözəl nümunələr gördüm. Ailəsi də çox yəni tərbiyəli, yerini bilən yəni insanlardır. Çünki böyük necədirsə, ailə digər üzvləri də elə olur. Tofiq həkimin ömrü ağ xalatın saflığı, qələmlə sözün müqəddəsliyinin vəhdətidir. O həm həkimdir, həm yazıcıdır, həm də vətənə sədaqətli bir övladdır. Tofiq Şıxəliyev, həkim, terapevt və hətta bildiyimə görə Tofiq müəllim kitab təqdimatı da var. Kitabınızla gəlmişsiniz. Tofiq müəllimi, elə alqışlarınızla səhnəyə dəvət edirəm.
Çox gözəl adı var. Çox gözəl tarixi kitabdır. Talihdən yazılmış kitabdır. Tarixi keçmişi həvs edən kitabdır. Keçmişi fikirləşib gələcək üçün yazmışıq ki, tarix itməsin, yaddan çıxmasın. Ona görə ki, tarix yaddan çıxdıqca insanlar da yaddan çıxır. Düz Keçmişi eləmişsiniz. xatırlamadan yaşamaq da qeyri-mümkündür. Amma Ona bəzən görə- də çox xatırlamayaq. Negativi çox xatırlayanda gələcəyə artıq ümid itirmi deyim, yaxud yaxşı addımlar. Bu negativ deyil. Bu Əla. həyat yaşamış insanların O daha həyatıdır. gözəl. Tarix görmüş insanların həyatıdır. Tofiq Şıxəliyevin Əfsanəyə Dönmüş Talihlər kitabı, deməli atası 1-ci və 2-ci Böyük Vətən müharibəsi iştirakçısı, erməni vəhşilərini öz gözləri ilə görmüş, canlı şahidi olmuş Əli Şıxəliyev haqqındadır. Yəni mən bilirəm ki, bu kitab böyük oxucu kütləsi qazanacaq. Mən bir redaktor kimi çox böyük qürur duyuram ki, Tofiq həkimin yəni ki, bu kitabının redaktoruyam. Yəni gələcək işlərində də uğurlar arzulayıram, nailiyyətlər arzulayıram. İnşallah yaxın aylarda ikinci hissəsi çıxacaq kitabın. Yəni çap olunacaq. Sizə də təşəkkürümüzü bildiririk. Biz hər zaman sizinləyiz, sizin yanınızdayıq. Çox sağ olun Nisa xanım, çox təşəkkür edirəm. Tofiq müəllimin hədiyyəsini, mükafatını təqdim edək. Çox sağ olun, çox təşəkkür edirəm. Hələ işığınızı görmədən ilk mən bu gözəl kitaba sahib oldum. Çox sağ olun, çox təşəkkür edirəm. Çox sağ olun Tofiq müəllim və 2024-cü il yubileyimə qədər mən Vərəqlərin Ömür kitabı yazdım və orada öz həyatımın qısa metrajı əhatə olunur. Rəhmətli atam Məmmədov Əli Şıxəloğlu 1896-cı ildə dünyaya gəlmişdi. Özü əslən Qafan rayonunun Atqız kəndində, yəni ki, Qərbi Azərbaycan, Qərbi Zəngəzur mahalından, biz Şərqi Zəngəzur sayılır, Qərbi Zəngəzur mahalındandır. Olub orada Erməni-Müsəlman davasında 1918-ci ildə oradan qovulmuşlar Zəngilanın Sürtün kəndinə. Düzdür, indi Sürtün kəndi qalmayıb, xarabaqları qalıb. Orada köçüləndən sonra atam, əmlərim Sovet hökuməti qurulandan sonra geri qayıdıb həmin kənddə Atqız kəndinə 1963-67-ci illərdə onları təkrar yenə oradan qovublar, sürgün eləyiblər. Hansı ki, onların dədə-baba qədim torpaqlarıdır və atam onlar hamısını yanıqlı danışıb və onlar mənim beynimdə, fikrimdə həkk olmuşdu və fikirləşirdim ki, nə vaxtsa mən bunları qələmə alım. Və o nöqteyi nəzərdən mən bir gün oturub Əfsanəyə Dönmüş Talihlər kitabını yazmağa başladım. Onun birinci hissəsinə çalışdım yazım. 1905-ci ildən 1933-cü illəri əhatə eləyir bu kitab. Orada baş vermiş hadisələri tamamilə burada yazılır. Yəni bu deyilmiş, görülmüş və sonradan mənim yaddaşıma həkk olunmuş fikirlərin məzmunisidir ki, mən bunları bu kitabda yazmışam. Atam 5 il müharibə iştirakçısı olub, Vətən müharibəsi iştirakçısı. O hadisələri də cərəyan eləyəcək orada, cəmləşdirib yazacağam onları. Sonra 1954-dən sonraki hadisələri ki, mən qaçqınlığa köçkünlüyə qədər olan dövrləri əhatə edən vəziyyətləri də mən orada qeyd eləyəcəm ki, qaçqınların Azərbaycana gəlişidir, evlərin, eşiklərin qoyub qaçmasıdır, başlarına gələn hadisələrdir. Belə bir hadisələr mən yenə də 3-cü hissədə qeyd eləyəcəm. Tofiq doktorun digər bir xüsusiyyəti də çox gözəl şeir, yəni nəzm eləmə qabiliyyəti var. Həm özü yazır, həm də məsələn elə danışanda, məsələn mən deyim doktor, məsələn mən cavanım, mən sizin qədər yaddaşım bəlkə də o qədər güclü deyil də, yəni o da yenə insanın o mövzuda həvəsinə əlaqədar, yəni deyə bilərəm, bacarığı, o konuda istedadını deyə bilərəm. Həmişə deyir, məsələn yorğunluq olanda bir şeir deyirdi, bizim yorğunluğumuz çıxırdı yəni. Ona görə deyə bilərəm ki, Tofiq doktor hər tərəfli insan idi, həm həkim kimi, həm insan kimi. Mən mətbuata çıxışım oldu ki, Zəngilan rayonunda həlakətdə işləyəndə, baş həkim kimi işləyəndə orada bəzi məqalələrim çıxdı. Həm arterial hipertoniyaya qarşı, sonra infeksiyaya qarşı ki, hansı ki o xəstəliklər daha çox olurdu, o kənd həyatı qəzeti vardı orada. Kənd həyatı qəzetində məqalələrim çıxdı. Bakıya gələndən sonra 2014-cü ildə Xətai, bizim köhnə xəstəxana Xətai rayon ərazisində yerləşir. Orada Yeni Azərbaycan Partiyasının xəstəxana üzrə sədri oldum.
bütün o tədbirlərin hamısını iştirak elədim. Möhtərəm Prezident İlham Əliyevin, sonra daha lider Heydər Əliyevin yubileyinə qədər, sonra anadan olması ilə qədər, 20 yanvar qətli ilə qədər orada mən məqələlərim oldu və hər ildə həmin vaxtlarda mən xəstəxanada çıxışlarım olurdu. Şıltaq məhəbbətdən gəl uzaq olaq, bədnəzər gözündən gəl uzaq qaçaq. Necə ki var idik, eləcə qalaq. Şadlığından məst olub sevinmə indi, keçən xatirəni oyatma indi. Bəxtsiz divanəyəm, acıma mənə, qarışıq talihindən doymuşam cana. Özümdə tapmıram, ümidkar daha, gözlərim görmədən gedirəm hara. Can verən aşıqı ayıltma indi, keçən xatirəni oyatma indi. Ay sevgilim, arzuya bax, bu qəlbimi odlara yax. Gedəcəyəm, tez qayıtsın, yol kənarı axtar məni. Daş başında qar olanda, lalə nərgiz tez solanda. Birdən içdi, mən öləndə rüyalarda axtar məni. Yazda çəmən güllə dolur, çaylar çaşır sağı solu. Sən unuttun eşqin yolun, çay qırağı axtar mənim. Eşqin məni dəli edər, can üzülər əldən gedər. Həsrətinə dözdüm yetər, aslananda axtar məni. 1980-cı ildə evlənmişəm. 1982-ci ildə böyük oğlum Şaliyev Xaliq dünyaya gəlib. 1984-cü ildə Əfqan dünyaya gəlib. 1988-ci ildə Asiman dünyaya gəlib. Biri burun boğaz həkimi, plastik cərrahdır. Hal-hazırda Medavrada fəaliyyət göstərir özəl şirkətində. Ancaq yaxşı elmi tədqiqatlar işləri var. Ortancıl oğlum mühəndisdir. Böyük oğlum qaz idarəsində işləyir. Onların hərəsinin, böyük oğlumun 2 qızı var. Ortancıl oğlumun 2 qızı, bir oğlu. Balaca, bir qızı, bir oğlu. Balaca oğlunun adı Tofiqdir.
İnsanlar var ki, onlar haqqında danışmaq həqiqətən çətindir. Bugün sizə haqqında bəhs etdiyimiz Tofiq Şıxəliyev uzun müddətdir Azərbaycan Səhiyyə Təşkilatında özünə məxsus dəsti xətti ilə sayılıb seçilən həkimlərdəndir. Düzdür, mənim Tofiq Şıxəliyevlə uzun müddətli bir tanışlığım yoxdur. Yalnız onu tanıdığım müddətdə həqiqətən birinci növbədə gözəl ailə başçısı olmağı, ikinci növbədə vətənə bağlılığı, üçüncü növbədə isə həkimlik haqqında o qədər dərin biliklərə malik olduğu mənim üçün böyük bir əhəmiyyət kəsb elədi. Tofiq Şıxəliyev həm də Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Mən onun Vərəqlənən Ömür adlı kitabını oxuyanda həqiqətən bunu dərk edə bildim ki, Tofiq Şıxəliyev təkcə həkim deyil, bir yazar kimi cəmiyyətimiz üçün, ölkəmiz üçün böyük bir əhəmiyyət kəsb edən insanlardandır. 19 yanvar 1990-cı il axşam saat gecə 1-in yarısına hadisələrin tüğyan edən vaxtı biz Qarabağa Milli Ordunun tərkibində həkim kimi tibbi yardım üçün Qarabağa getmək məqsəd qoyulmuşdu. Biz axşam evdə hazırlaşıb, planlaşdırıb səhərin saat 6-da Qarabağa getmək üçün hazırlaşırdıq. Belə oldu ki, gecə çox güclü atəşlər açıldı. Hadisələr çox gərginləşdi. Top, tüfəng səsləri. Səhər isə durub tamamilə başqa bir vəziyyət gördük. Televiziya studiyası bağlanmışdı. Hər yerdə xaos vardı. Mən hadisələrə belə çox gərgin bir reaksiya kimi verərək mən Sabunçuda yaşayırdı bu vaxtda. Sabunçudan düşüb Koroğlu, indiki Koroğlu metrosu, Əzbəyev adlı metrosuna sarı getmək istədim. Və getdikdə yollarda rastlaşdığım dediyimiz bədnam Sovet qoşunlarının, əskərlərinin bizə kəskin baxışlarını gördüm. Əzbəyev metrosuna çatdım və orada metrolarda səhərəcən işlədiyini gördüm. Burada insanlar tamamilə qorxmuş, ürkmüş şəkildə stres gərginliyi içərisində idilər. Çox pis hadisələr baş verdiyini duydum. Və metro ilə gəlib 28 may metrosu çıxanda tamamilə bir xaos hərəkət gördüm. İnsanlar qışqırır, hərəsi bir yana qaçır və hər an bir təfriqə salıb insanları tamamilə çaşdırırdılar. Və sonradan mən oradan piyada gəlib o vaxt ki, Əfəndiyev adına 2 saylı şəhər klinik xəstəxanasına piyada gəlib Dəmir Yol İdarəsinin yanına çatanda çoxlu miqdarda tankların və əskərlərin orada yığıldığını gördüm və hadisənin tamamilə gərginliyini başa düşdüm. Əli silahsız insanları qırmışlar. Və mən işə çatanda işdə tamamilə boşluq bir gördüm. Xəstəxanada heç kəs yoxdur, işçilərdən başqa. Və mən hadisələri biraz tamamilə uyarlığını anlamaq üçün o soruşub biləndə dedilər ki, bəs indi o vaxt ki, Semaşka indi mərkəzi klinikada nə qədər yollardan insanları daşıyıb xəstəxanaya aparıblar. Ölüsü, dirisi, yaralanı, maşın altında qalanları, belə hadisələr 1-2-3 gündə belə davam elədi. Onda mən vəhşi Sovet əskərlərinin vəhşi simasını gördüm. Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gəlməsi və müvəqqəti sülh bağlanıb atəşkəs elan olunması insanlarda bir ümid çırağı yandırdı. Ancaq məsələ belə oldu ki, 92-93-cü illərdə çox insan axını, qaçqınlar Zəngilandan, Qubadlıdan, Laçından, Ağdamdan, Füzulidən insanlar axışıb yaxın kəndlərə yığışmışlar. Saatlıya, Sabirabada, Biləsuvara insanlar axışıb ora qarma-qarışıqlıq yaranmışdı. Bizi o vaxtlar cəmləyib ora tibbi xidmət üçün, o qaçqınları tibbi xidmət üçün xəstəxana tərəfindən göndərilirdi və biz onlara qaçqınlar həm ürək dirək verir, həm də onlara yardım göstərdik. Bizim xalq
doğrudan da qəhrəman xalqdır. O qədər əziyyətlərə düçar oldu. 44 günlük müharibədə bizim prezidentin güclü təşkilatçılığı ilə və apardığı siyasəti ilə qədər və şəhidlərimiz, əsgərlərimizin ölümə diri gözlə baxılmasına baxaraq özlərini oda alova atmasına və qəhrəmanlıq şücaət göstərməsinə qədər o 44 günlük müharibədə bizim əsgərlər həm Zəngilanı, Qubadlının, Füzulini işğaldan azad etdilər. Şuşa dağlarına dırmaşıb Şuşanı azad elədilər. Qazilərimiz, Allah onları can sağlığı versin, çox əziyyət çəkdilər. Şəhidlərimiz, hansı ki ölümə diri gözlə baxıb şəhid oldular. Onların yeri, ruhu şad olsun. Tofiq Şıxəliyev Zəngilan rayonundandır və uzun illərdir torpaq həsrəti ilə yaşayan bir vətəndaşlarımızdandır. Bugün artıq Zəngilan şəhəri işğaldan azad olunub və artıq Tofiq Şıxəliyev tez-tez Zəngilan rayonuna gedir. Orada anasının məzarını ziyarət edir və hər dəfə Zəngilana gedəndə onun üzündəki o kədər hər zaman bilinir. Rayon işğal olunur, torpaqlar hamısı ermənilərin əlindədir. Məsələ burasındadır ki, cəmaat çox əziyyət çəkir. Ancaq buna baxmayaraq, hamı çalışır ki, o deyirlər, xalqın özə işlədənlər var da, sözü deyirlər. Deyir, bu xalqın elə bir gözəl xüsusiyyəti var ki, ən çətin dar ayağında da özündə inanmır. Mən arzulayardım ki, çətinlikdə yaşayan bizim xalqımız, Didərgin, öz yerindən yurduna sürgün olmuş xalqımız öz el obasına, torpağına qalsın. Arzulayardıq ki, bir gün olsun ki, Səhid müəllim, Bəşir o yerə, o torpağa gedək. O bizim o çinarlıqda, o meşəlikdə, o Şükürataz dağlarında, o qəşəng, gözəl yaylaqlarda yiyəcək. Bizim yerlər çox gözəldir. Vallahi deməyin ki, bunlarda da yaxşı yerlər çox mən görmüşəm. Ancaq bizim o Zəngilanın əlçatmaz yerləri də çox gözəldir. Gözəl bulaqları var. Dünyanın ikinci çinarlıq meşəsi var orada. Yaxşı yaylaqları var. Arzu edərmiş Səhid müəllim. Qismət olsun, biz o yerlərə, el ovalara gedək. Doktor, sizin adınıza. Zəngilan sadəcə böyüyüb boya başa çatdığı torpaq deyildi. Uşaqlıq həvəsi, gənclik arzuları, ata ocağının istisi, ana laylasının həzin nəğməsi idi. O torpağın hər daşında, hər cığırında, hər döngəsində bir xatirə yatırdı. Lakin işğal illəri bu xatirələrin üzərinə ağır bir sükut kimi çökmüşdü. Yurd həsrəti onun qəlbində illərlə sönməyən tonqal idi. Hər dəfə Zəngilanın adı çəkiləndə baxışları uzaqlara dikilir. Xəyalən kənd məktəbinə getdiyi yolları yenidən addımlayırdı. İnsan doğulduğu torpağını tərk edəndə təkcə bir məkanı yox, ruhunun bir parçasını qoyub gedir. İllər keçir, zaman dəyişir, nəsillər bir-birini əvəz edir. Amma ürəkdə yurd salan həsrət onu həmişə qovurur. 2020-ci ildə Zəngilan azad oldu xəbəri onun üçün təkcə doğulduğu ocağa qovuşmaq sevinci deyil,
bütöv bir hicranlı ömrün sonu idi. Bu bir övladın ana torpağa qayıdışı, bir insanın keçmişinə yenidən sarılması idi. O gün onun gözlərində həm sevinç, həm qəhər, həm də illərin ağrısını yuyan minnətdarlıq yaşı idi. İlk fürsətdə doğma yurda yollandı. Ağır mənzərə, dağıdılmış evlər, viran qalmış həyətlər, susmuş küçələr. Amma bu səssizliyin içində bir azadlıq nəfəsi də vardı. Torpaq artıq azaddır. O torpaq yaddaşdır, kimlikdir, həyatdır. Uşaqlıq illərinin şahidi olan Həkəri çayı ona həyatın davam etdiyini sevinclə xəbər verirdi. Uzun illər keçsə də, torpaq da, su da öz yaddaşını qoruyurdu. Həkərinin suları onun üçün həm şükür, həm də vəfa nəğməsi oxuyurdu. O Zəngilana tez-tez gedir. Vətən torpağı onun üçün bir ziyarətdir. Hər gedişində sanki ruhunu yeniləyir, kökünü daha dərinliyə getdiyini hiss edir. Zəngilan azad olandan sonra ilk dəfə oraya gedəndə anasının qəbrini axtardı və ürək ağrısı ilə anasının qəbrinin çöktüyünü, dağıldığını gördü. Mənim uşaqlıq illərim Həkəri çayının sahillərində keçib. Coşqun bir çaydır və bir ucu başlayır Laçın dağlarından, əsas gövdəsi oradan başlayıb, bir ucu da bağışlayır Siyan dağlarından, hansı ki o gəlir, birləşir Həkəri çayına, adlanan Həkəri çayı gəlir. Həkəri stansiyasında Araz çayını qovuşur və Araz çayı bu gəlir tökülür Sabirabad, sonra Kür çayına gəlir tökülür. Rəhmətli mənim anam Hacallı qəbristanlığı dəfn olunub. Orada təzə yeni dəmir yol çəkilir. Xudafərin körpüsünün kəsilməsi ilə qədər Qumlaq, Həkəri qalır suyun altında. Ona görə qəbirləri dəqiqləşdirmək lazımdır ki, getdik Zəngilana dəstəyi ilə. Qəbirlərimizi tapdıq və onları nömrələdik ki, onlar köçürüldü. Şərfindən yuxarı bir təzə qəbristanlıq yaradıldı, köçürdü orada.
İranda çox işlədim. İnsanlarla yaxşı münasibətim oldu. Onların sağlamlıq keçində durmaq üçün əlimdən gələni əsirgəmədim. Və onların çox böyük hörmətini qazandım. İndi də hal-hazırda da o şəxslər ki, hansı ki, mən onları müalicə eləmişəm, onların qohum, yaxın adamları indi gəlir və mən onlara baxır və müalicəmi yazıram. وقد خاب من دساها كذب ثمود بتغواها إذ انبعث أشقاها فقال له رسول الله ناقة الله وسقياها صدق الله العلي العظيم سبحان ربك رب العزة عما يصفون وسلام على المرسلين والحمد لله رب العالمين. Tofiq Şıxəliyev ümrə ziyarətinə yollandı. Müqəddəs torpaqda etdiyi dualar onun mənəvi dünyasını daha da zənginləşdirdi. Ürəkdən gələn dualar, yalvarışlar sanki bütün həyatı yolunun mənəvi yekunu idi. Səbir, şükür, təvəkkül və bağışlama duyğuları ilə dolu bir mənəvi təmizlənmə. Mənim atam 2-ci qrup müharibə idi. 5 il müharibədə iştirak eləmişdi. Ona görə bəzən ona deyirdi ki, 2 əsrin adamı. 1896-cı ildə anadan olmuşdu. 1998-də rəhmətə getmişdi. Atam müharibədə çox əziyyət çəkmişdi. Müharibədə çox güllə yaralar almışdı. O rəhmətə 98-ci ildə rəhmətə gedəndə onu Əmircan qəbristanlığında dəfn olunurdu. Həm orada bir bacım dəfn olundu. Gülşörə Şıxəliyeva, həm də Nəsib Şıxəliyev, Yusuf Şıxəliyev və atamın ətrafında dəfn olunub basırdılar. Biz oraya gedəndə birinci növbədə bizim orada müharibədə həlak olmuş, canını fəda eləmiş qəhrəman oğullarımızın qəbir daşlarını da ziyarət edirik. Allah onlara rəhmət eləsin. O yaşadıklarını yalnız ürəyində saxlamadı, qələmə sarıldı. Yazdığı kitablar yaşanmış həyatın sözlə ifadəsi idi. Kitabdakı ifadələr xəstə otaqlarının sükutu, ana məzarının kövrəkliyi, vətən torpağının qoxusu, azadlıq sevgisinin sədası idi. İndi o həkim olaraq insan bədəninin ağrısını sağaldırsa, yazıcı kimi insan ruhunun yaralarına məlhəm olur. Azərbaycan Yazıçılar Birliyinin üzvü kimi ədəbiyyat aləmində də öz sözünü deyib. Onun yazılarında vətənpərvərlik süni şiar deyil, o yaşanmış hisslərdir. O torpağa qayıdan bir insanın sevincini, məzarı önündə kövrələn bir övladın səssizliyini, xəstəsinə şəfa verən bir həkimin məsuliyyətini eyni səmimiyyətlə ifadə edir. Dövlət tərəfindən dəmir yumruq medalı ilə təltif olunması, müxtəlif mükafat və fəxri fərmanlara layiq görülməsi onun əməyinə verilən qiymətdir. Amma
Onu tanıyanlar yaxşı bilir ki, Tofiq həkim üçün ən böyük mükafat sağalan xəstənin təşəkkürü, oxucunun minnətdarlığı, bir də azad torpaqda uzalan bayraqdır. Sənəti seçmək lazımdır. Ürəklə seçmək lazımdır. Məsələn, mən orta məktəbdə oxuyanda 9-cu sinifdən seçdim həkimlik sənətini. Niyə seçdim? Evdə xəstə olurdu, anam xəstə olurdu, atam xəstə olurdu. Gördüm xəstələr nə qədər xəstəliklər yayılıb. Sonra həkimlərə nə qədər ehtiyac var o vaxtları. Həkimlərə ehtiyac çox olduğundan mən də istəyirdim ki, elə sadə bir həkim kənddə kəsət arası işləyim. Elə bu arzuma yetdim. İnstitut qutarandan sonra kəndə getdim. İnsanların qayğısına, böyükdən uşağı, uşaqdan böyüyə qədər hamısını qulluq elədim. Məndən bir inciyən olmadı, əlimdən gələn əsirgəmədim. O qədər humanist, o qədər gözəl pasiyentə yanaşması var ki, yəni gələn xəstələr heç onu müalicədən öncə özü ilə tanış olmaqdan şəfa tapırlar. Bir də çox savadlı olduğuna görə, yəni pasiyentlərə nəinki tibbi tərəfdən, həm də bir böyük kimi, bir necə deyim, dostcasına, humanistcəsinə bir yanaşması var. Kollektiv yaxşı kollektivdir, münasibdir, uyğundur, tam sakitlikdir. Çalışırıq ki, əhalinin sağlamlıq keşiyində durmaq üçün əlimizdən gələni əsirgəməyək. Və biz Azərbaycanın gələcəyi üçün əlimizdən gələni edək. Arzu edirəm ki, Tofiq doktor həmişə belə şən, şuxraq olsun, sağlığı həmişə yerində olsun, həmişə sevdiklərinin yanında olsun, həmişə üzü gülsün, qəlbi gülsün. Mən ona uzun ömür, can sağlığı arzulayıram. Bugündən sonraki bütün karyerasında da, həyatında da hər zaman uğurları bol olsun, zirvələrdə olsun. Tofiq Şıxəliyevə mən bundan sonraki həyat yolunda uzun ömür arzulayıram, ona can sağlığı arzulayıram və inanıram ki, bu yolda hər zaman xeyirli, uğurlu, bərəkətli işlər ona nəsib olacaq. Bir media nümayəndəsi kimi və bir jurnalist kimi bilirəm ki, Tofiq Şıxəliyev uzun illərdir ki, Azərbaycan mətbuatı ilə sıx əməkdaşlıq edir. Bir neçə dəfə də mənim onun haqqında yazılarım bizim media portallarında tərtib olunmuşdur və Tofiq Şıxəliyev özünə məxsus diqqəti ilə, özünə məxsus yeri ilə hər zaman medianı öz diqqətində saxlayır və bu bizim üçün çox qürur vericidir. Cənab doktor, mən sizə bundan sonraki həyatınızda uğurlar arzulayıram. Allah sizi qorusun. Bu ömür hələ də yazılır. Hər yeni gün bir səhifədir. Hər ziyarət bir dua, hər yazılan kitab bir iz, hər sağalan xəstə bir şükranlıqdır onun üçün. Tofiq həkimin həyat yolunu bir neçə cümlələ ifadə etmək mümkün deyil. Amma bu ömür sədaqətlə yaşanan, imanla möhkəmlənən, ləyaqətlə davam edən, vərəqlədikcə həvəslə oxunan bir ömürdür. Vərəqlənən ömür illər danışar, şəfa verdiyinlər səni alqışlar. Adın xatirələrdə daim yaşayır. Uca zirvədəsən sən Tofiq həkim. Hər gün bir səhifə çevrilir sakit. Zəhmətin yazılır sətir sətir bir